Buyur abi. Sizi de kanınıza benim. Onu öldürmek istedim. Vallahi görürüm. Farklı seçilmiş kaç katın şartları 5 bin dolarlık alışlarına 2024-cü il fevralın 13-də General Şıxlinski küçəsindəki evlərdən birində Mehman Əhmədovun, Pikə Əhmədovanın və azyaşlı Məhəmməd Əhmədovun qətlə yetirilməsi barədə Xətai rayon 35-ci polis bölməsinə məlumat daxil olub. Cinayəti törədən 25 yaşlı Əhməd Əhmədov yaşadığı binanın heyətində polis əməkdaşları tərəfindən saxlanılıb. Bir neçə saatdan sonra məlum olub ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşadıqları evdə Elmira Əhmədovanın və azyaşlı qızı Ülviyə Niftəliyevanın meyidlərini aşkar ediblər. 2024-cü il fevralın 13-də Daxili İşlər Nazirliyi məlumat yayıb ki, saat 16:30-da Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovun öldürülməsi barədə 35-ci polis bölməsinə məlumat daxil olub. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əhməd Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan başqa, həmin şəxsin bir qədər əvvəl Suraxanı rayonunda bacısı 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun qızı 2021-ci il təvəllüdlü Ülviyə Niftəliyevanı öldürməsi məlum olub. Belə ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları Yeni Günəşli qəsəbəsi D massivindəki yaşayış kompleksində yerləşən mənzilin qapısını açdıqdan sonra orada qadınla övladının meyidlərini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər. Çox mehribançılıq idi bunlarda. 2 gün bundan qabaq biz Mehmanla bir yerdəydik. Onda dedi ki, Əhməd dərmanını atmır, biraz özünü pis eləyir. Amma dedi, həkimlə danışmışam Mərdəkanda, aparıb ora qoyacaq. Yox, bir problem yox idi Mehmanla. Mehmanla həmişə deyirdim, Mehman Əhmədlə qarır, deyir, Əhməd heç nə, dərmanlarını qəbul eləmir. Sözə baxmır, ondan da ağrı qalırdı, heç bir problemçiliyi yoxdur. Çox gözəl belə mehriban ailə idilər. Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci 2 və ya daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyindən alınmış tələbnaməyə əsasən Əhməd Əhmədovun barəsində Cinayət Məcəlləsinin 127-ci qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb. 2016-cı il iyunun 17-sində cinayət işi üzrə icraata xitam verilib. Məhkəmə tibbi ekspertizaların rəylərinə görə Mehman Əhmədovun ölümünə sol ağciyərin və ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə, Pikə Əhmədovanın ölümünə beynin əzilməsi nəticəsində massiv qan itirmə, Məhəmməd Əhmədovun ölümünə ağır dərəcəli beyin əzilməsi, Ülviyə Niftəliyevanın ölümünə boynun və gövdənin kəsilmiş yaraları fonunda travmatik şok, Elmira Əhmədovanın ölümünə yuxarı və aşağı ətrafların çoxsaylı yaraları nəticəsində massiv qan itirmə səbəb olub. Amansızlıqla qətlə yetirilən ailə üzvləri fevralın 14-də Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbristanlığında dəfn olunublar. Sosial mediada yayılan məlumatlara əsasən Pikə Əhmədova Xətai rayonunda yerləşən 59 saylı tam orta məktəbin direktoru olub. Valideynləri Əhmədi gizli müalicə etdiriblər. Onun üçün ayrı ev və avtomobil alıblar. Psixi xəstə olan şəxsə sağlam olması haqqında verilmiş tibbi arayış əsasında sürücülük vəsiqəsi təqdim edilib. Bundan başqa, güya məlum hadisədən bir gün əvvəl Əhməd restoranda dava edib və Xətai polisi tərəfindən xuliqanlıq hərəkətlərinə görə saxlanılıb. Atası Mehman Əhmədov 35-ci bölməyə gedərək oğlunun sərbəst buraxılmasına nail olub. Yayılan digər məlumata görə Əhməd 15 yaşı olanda həmyaşıdını bıçaqlayıb, amma qarşı tərəflə barışıq əldə olunandan sonra cinayət işinin istintaqı dayandırılıb.
İstintaqla müəyyən edilib ki, fevralın 13-ü saat 12 radələrində General Şıxlinski küçəsi, ev 59, mənzil 303-də psixi patologiyaya xas imperativ hallüsinasiyaların və ailə üzvlərinə qarşı yaranmış sayıqlama fikirlərinin əsasında Əhməd Əhmədov şəxsi münasibətlər zəminində mətbəxdən götürdüyü bıçaqla müstəsna dərəcədə qəddarlıqla bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 57 dəfə zərbə vuraraq atası Mehman Əhmədovu xüsusi amansızlıqla qəsdən öldürüb. Bundan sonra hadisə yerini tərk edərək istifadəsində olan Hyundai markalı avtomobillə saat 14 radələrində bacısı Elmira Əhmədovanın yaşadığı Yeni Günəşli qəsəbəsi D massivindəki yaşayış kompleksinə gəlib. Mənzilə daxil olandan sonra bıçaqla bacısına ardıcıl zərbələr vurub. Kəsici alət tiyə hissəsindən 2 yerə bölündüyündən o mətbəxdən digər bıçağı götürüb xəsarətlər yetirməkdə davam edib. Elmira Əhmədova aldığı 22 bıçaq yarasından ölüb. Dərhal sonra Əhməd Əhmədov rəhimsizliklə döş qəfəsinə 2 dəfə zərbə vuraraq 3 yaşlı Ülviyə Niftəliyevanı qəsdən həyatdan məhrum edib. Bacısı ilə övladını qətlə yetirən şəxs mənzildən çıxaraq avtomaşınına əyləşib və Şıxlinski küçəsi 59 ünvanına qayıdıb. İnşaat materialları mağazasından təsərrüfat təyinatlı balta alaraq saat 15:43-də valideynlərinin yaşadığı evə qalxıb. Giriş qapısının qarşısında xüsusi amansızlıqla anası Pikə Əhmədovanın başına, boynuna və digər nahiyələrinə 14 dəfə zərbə endirərək onu qəsdən öldürüb. Daha sonra həmin balta ilə qardaşının başına və bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 dəfə zərbə vuraraq sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. Əyləş. Subay, işləmir, məhdudluğu yoxdur. Bakı şəhəri, Fətəli rayonu, Həsən Salmanlı küçəsi, Davam 1, ev 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Fətəli rayonu, Gəncə prospekti, ev 29-35A mənzil 4 ünvanında yaşamış. Düzdür, yanlışlıq yoxdur ki, her şəhərə səslidir, bərpa edin. Sizə izah olunur ki, siz məhkəmədə vəsələtlər verə bilərsiniz, etirazlar edə bilərsiniz, ifadə verə bilərsiniz, verməyə bilərsiniz. Məhkəməyə sübutlar təqdim edə bilərsiniz, sübutlar tədqiqində iştirak edə bilərsiniz, zərərçəkmiş şəxslərin mübahisələrlə başlar edə bilərsiniz, məhkəmənin qərarlarını əldə edə bilərsiniz, məhkəmənin yekun qərarından narazı olduğunuz halda yuxarı instansiya məhkəmələrə şikayət edə bilərsiniz. Aydındır. Hörmətli proses iştirakçıları, deməli, Əhmədov ekspert rəylə anlaşsı hesab olunduğuna görə onun barəsində qanun nümayəndə təyin oldu. Qanun nümayəndə qismində hal-hazırda iştirak edir. İcra Hakimiyyəti nümayəndəsi, hörmətli. Qanun nümayəndə qismində sizə də eyni qaydada izah olunur. Siz barəsində xarş etmək etiraz edən var. Şəfaqət Bədalova etiraz edir. Əyləşin. Zərərçəkmiş şəxslərin hüquqi varisləri, bədəl öfqalmış, bədəl olur. Siz hansı zərərçəkmişin qanun nümayəndəsiniz? Əhmədova Şaxanın Bədəl qızı. Bədəl qızı qardaşısınız, düzdür? Digər zərərçəkmiş şəxslərin hüquqi varisi Mustafa Ərbədə Elvan Mahmudludur. Mustafa Ərbədə Elvan Mahmudludur 31-7-ci ay 74-cü ildə Qazaq rayonu 2-ci Şıxlı kəndində anadan olub.
Qanun nümayəndəsiz. Əhmədov Mehman Əhmədoğlu. Neysiz onun? Bacısı. Digər qanun nümayəndə kim idi? Bura qədər olan hissəni başa düşürsünüz. Bu vaxta qədər keçirilmiş hərəkətlərlə bağlı təzdən tərcüməsi işlərinə ehtiyac var. Siz kimin hüququ varisisiniz? Müftəliyeva Ülyəniyə. Neysiz? Əhməd olmasa o saxlığınızı ya çıxardı. Məhkəmə iclası aldınız. Hazilə görə 2 dəqiqə çıxın, saxlığınızı çıxardı, elə qayıtdı. Devam etdirin məhkəmə iclası. Məhkəmənin qərarlarını əldə etmək, məhkəmənin yekun qərarından narazı olduğumuz halda yuxarı instansiya məhkəmələrine şikayət eləmək kimi hüquqlarımızdır. Səlam müəllimə etiraz olan yoxdur? Əhmədov, qəbul edirsiniz Səlam müəllim? Etirazınız yoxdur müdafiəçilər? Yoxdur etiraz. Əyləşin xanım, siz proses işlərsiniz, əyləşin. Mən sizə müraciət eləmişəm, hüquq sahibi. Əyləşin. Mən Şəfaqət Bədalova sizə müraciət eləmişəm, bir də qulaq asın. Qulaq asın, sizin hüququmuzdur. Mən sizə müraciət eləmişəm, niyə mən burada hüququ varis kimi iştirak etmirəm sizin nümayəndənizə görə? Niyə? Siz mənə söz vermirsiniz. Zəhmət olmasa söz verin. Mənim hüququmdur bu. Çıxartmaq hüququna malikdir. Toxunmayın mənə. Toxunmayın mənə. Onda zəhmət olmasa şəraiti düzgün yaradın. Mən otururam burada. Zəhmət olmasa nəzərə alın. Mən dəfələrlə müraciət eləmişəm sizə. Dağdan çıxarım xanım, sonra davam edin. Toxunmayın dedim mənə. Mənə toxunmayın. Çıxmıram. İxtiyar sahibdən çıxar. Çıxmıram. Çəkin. Çəkin qanunsuzluğa görə. Çəkin. İxtiyar sahibindən çıxar. Sənə müraciət etmişəm mən. Müraciət etmişəm. İxtiyar sahibi dörsən sən. And olsun Allah'a İxtiyar sahibi dörsən. Müraciət etmişəm sən. Toxunmayın. Toxunma dedim. Toxunma dedim. Çəkin. Sən otur. Sən işin olursa otur. Toxunma. Toxunma dedim. Toxunmayın. Toxunma dedim. Çəkəli. Toxunmayın. Bax işləyəm. Yaxşı. Sən xətrə gedəsən. Toxunma. Sən toxunma mənə. Məni atacaqlar sənindir. Sənə görə məni atacaqlar. Sən xiyarın yoxdur. Mən Bədalova Şəfaqətəm. Və hüquqlarımla özüm qoruyuram. Məhkəmə iclasında Əhməd Əhmədov ifadə verməkdən imtina edib. Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi prosesdə elan olunub. Buyur, hörmətli dövlət ittihamçısı, zəhmət olmasa qərarı elan edin. Çox sağ olun. Hörmətli məhkəmə proses iştirakçıları. Əhmədov, bax. Prokurorun elan elədikləri sizə aydındır. Başa düşdünüz nə elan elədi? Həmin sizə qarşı ittiham irəli sürüb olmasız vəziyyətdə olmağınızla əlaqədar elan olunmuş o hadisələr, o hamısı sizə aydındır da yəni. Təhsili bilirsiniz o əməlləri törətdiyinizi. Özünü təhsili bilirsiniz o əməlləri törətməklə razıdır. Təhsili bilirsiniz. Yəni hadisələrin sizin tərəfindən törədilməsi ilə bağlı etiraf edirsiniz. Hörmətli proses iştirakçıları, nə qədər ki, şəxsin barəsində Allahsızlığı ilə bağlı rəy verilib, dindirmə ilə əlaqədar özünə təklif edir. Əgər ifadə verməyini istəsə, ifadəsini verər, dindirərik. Yox, ifadə verməyini istəməsə, iş materiallarının tədqiqinə davam edərik. Əhmədov, işlə bağlı deyəcəyiniz bir söz var, yəni ifadə vermək istəyirsiniz, yoxsa yox? İfadə vermək istəmirsiniz. Verdiyi ifadənin mötəbərliyi ilə də bağlı məsələ müzakirə olmasıdır. Şəxs özü də ifadə vermək istəmirsə, ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunması ilə bağlı hər hansısa bir etiraz olan yoxdur? Yox. Deməli, hörmətli proses iştirakçıları, şəxs Allahsız hesab olunmamışdan əvvəl, yəni ekspertizanda rəyə daxil olunmamışdan əvvəl, ibtidai istintaq zamanı dindirilərkən verdiyi ifadəsi məhkəmə iclasında elan olunsun. Müəyyən edilib ki, o, prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmamışdan əvvəl təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərib ki, Mehman Əhmədov atası, Fikə Əhmədova anası, Elmira Əhmədova doğma bacısı, Məhəmməd Əhmədov doğma qardaşı və Ülviyə Niftəliyeva bacısı qızı olub.
Valideynləri və qardaşı Şıxlinski küçəsi 59 ünvanında, bacısı isə övladı ilə Yeni Günəşli qəsəbəsində yaşayıblar. Dəfələrlə ailəsinə problemlər yaratdığından onun üçün Gəncə prospektində ayrı ev alıblar və orada tək yaşayıb. Ailə üzvləri ilə münasibəti yaxşı olmayıb. Əvvəllər müxtəlif restoranlarda ofisant və barmen kimi çalışıb. Fevralın 13-cü saat 11 radələrində atası Mehmanla birlikdə idarə etdiyi avtomobillə Şıxlinski küçəsində yerləşən evlərinə gəliblər. Həmin vaxt mənzildə heç kim olmayıb. Atası mətbəxdə səhər yeməyi hazırlayanda onu öldürmək qərarına gəlib. Əlinə keçən bıçaqla gözləmədiyi halda ona ardıcıl zərbələr endirib. Onun yerə yıxıldığını görüb maşının açarını və bıçağı götürərək evdən çıxıb Yeni Günəşli qəsəbəsinə yollanıb. Bacısı qapını açan kimi heç nə söyləmədən ona zərbələr vurub. Bıçaq sındığından tez mətbəxə keçib və oradan götürdüyü başqa kəsici alətlə Elmiranı, ardınca da ağlayan uşağını öldürüb. Bıçaqların ikisini də hadisə yerində qoyub Şıxlinski küçəsinə qayıdıb. Siqaret almaq üçün marketə girib, lakin satıcı əlinin qanlı olduğunu görüb ona siqaret satmayıb. Marketdən çıxarkən anası ilə qardaşının yaşadıkları evə getdiklərini görüb, 1001 xırdavat mağazasına girib, balta alıb və onların arxasınca yollanıb. Baltanı belinə keçirib bloka daxil olub. Liftdən çıxan kimi qapını açmaq istəyən anasını vurmağa başlayıb. Arxadan tanımadığı qadın anasını niyə vurduğunu soruşanda qışqıraraq onu söyüb. Ardınca balta ilə qardaşı Məhəmmədə də zərbələr endirib. Onları öldürəndən sonra qapını açaraq içəri girib. Qana bulaşan paltarlarını dəyişərək evdən çıxıb. Marketin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq 35-ci bölməyə aparılıb.
Əhməd Əhmədov əlavə edib ki, valideynlərinin və bacısının onu ailənin övladı kimi saymamaları və ona diqqət göstərməmələri səbəbindən onlara qarşı nifrət hissi yaranıb. Azyaşlı Ülviyə və Məhəmməd də böyüyüb gələcəkdə valideynləri kimi olacaqları üçün onları da öldürüb ki, rahatlıq tapsın. Sanki daxilində kimsə ona deyib ki, ailə üzvlərini öldürməlidir. Hadisə zamanı sağ əlinin 2 barmağı kəsilib. Əhmədov qeyd edib ki, psixi xəstə deyil, heç vaxt narkotik vasitələr qəbul etməyib, arabir spirtli içki içib, cinayəti törədən zaman spirtli içkinin təsiri altında olmayıb. Mərhum Mehman Əhmədovun varisi Mehriban Mustafayeva ifadəsində göstərib ki, Mehman onun qardaşı olub. Hadisə barədə qohumları zəng edərək məlumat veriblər. Bu hadisəyə qədər Əhməd müxtəlif dərmanlar qəbul edib, lakin psixiatriya xəstəxanasında stasionar müalicə almayıb. Ölənlər və öldürən onun doğmalarıdır. Buna görə də Əhmədə qarşı şikayəti yoxdur. Mərhum Pikə Əhmədova və Məhəmməd Əhmədovun varisi Baxış Bədalov ifadəsində göstərib ki, Pikə onun bacısı, Məhəmməd isə bacısı oğlu olub. Hadisə günü işdən gələndə ona zəng edərək Əhmədin ailə üzvlərini öldürdüyünü xəbər veriblər. Şikayətçi olub-olmamaq məsələsinə gəldikdə bildirib ki, Əhmədi bağışlaya bilməz. Mərhum Elmira Əhmədovanın varisi Rüstəm Niftəliyev ifadəsində göstərib ki, Elmira və onun övladının sağ olduğunu zənn edərək hadisə yerinə gəlib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evin qapısını açandan sonra onların öldürüldüyü məlum olub. Özünün və ailəsinin adından xahiş edib ki, Əhmədə ömürlük cəza verilsin. Ülviyə Niftəliyevanın varisi Tofiq Niftəliyevin ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. Yazılanlara əsasən o 1982-ci ildən Rusiyada yaşayıb. Gəlini Elmira onun oğlu Sərxan Niftəliyevlə 2020-ci ildə Rusiyada evləniblər. 2021-ci ildə nəvəsi Ülviyə dünyaya gəlib. Oğlu Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsində dispetçer vəzifəsində çalışıb. Uşaq anadan olduqdan sonra Elmira Bakı şəhərinə köçüb. Əhmədin evdə tez-tez ailə üzvləri ilə mübahisə etməsi səbəbindən 2023-cü ilin yayında qudası Mehman qızı üçün Yeni Günəşli qəsəbəsində ev alıb. 2024-cü il fevralın 13-də Bakıda yaşayan qohumları onlara Əhmədin ailə üzvlərini öldürməsi haqqında məlumat veriblər. Əhmədin hansı səbəbdən bu cinayəti törətdiyini bilmir. Litska gel. Hamada getirmemişim, yok. Gel. Hırsen. Parmağındaki nedir? Bakın parmağa. Hamada alacağım ben sensin. Şahid qismində dindirilmiş Nurlana Əliyeva bildirib ki, Mehman Əhmədov ailəsi ilə üzbəüz qonşuluqda yaşayıb. Doktoranturaya hazırlaşdığından fevralın 13-də evdə dərs oxuyub. Blokdan səs-küy eşidib qapıya yaxınlaşıb. Qapının gözləmə dəliyindən baxanda bir nəfərin kimisə yerə yıxıb əlindəki alətlə başına zərbələr vurduğunu görüb. Tez otağa keçib həyat yoldaşına zəng edib və ona hadisə baş verdiyini deyib. Daha sonra əri geri ona zəng vuraraq polisə və binanın komendantına məlumat verdiyini bildirib. Uzun müddət keçdiyini düşünərək yenidən yoldaşına zəng edib niyə polislərin gəlmədiyini soruşub. Özünü yaşadıkları 12-ci mərtəbənin eyvanından atacağını deyib. Həmin şəxsin onların qapısını baltalayıb onu öldürə biləcəyini fikirləşib. Qapının dəliyindən hadisənin görüntülərini telefona çəkib. Sonra həmin şəxs qapını açıb öz evlərinə girib. Ben
Şahid Sevinç Yusifzadə ifadəsində göstərib ki, hadisə günü evdə olanda uşağın ağlayaraq anamı öldürmə deyə yalvardığını eşidib. Qapını açanda Əhmədin anasının başının üzərində dayandığını görüb. Şikə Əhmədovanın huşunu itirdiyini fikirləşib, bir-iki addım onlara tərəf atıb və Əhməddən nə baş verdiyini soruşub. Cavab olaraq Əhməd onu söyüb, qorxaraq evə girib qapını bağlayıb və dərhal polisə zəng edib. Əhmədin evdən çıxıb pilləkənlə aşağı qaçmasını qapının dəliyindən görüb. Şahid Əkbər Səfərov ifadəsində göstərib ki, Yeni Günəşli qəsəbəsində yerləşən yaşayış kompleksində mühafizəçi işləyir. Fevralın 13-də binaya Hyundai markalı avtomobil yaxınlaşıb. Sürücüdən burada yaşayıb yaşamadığını soruşduqda o qonaq gəldiyini deyib. Təxminən 10-15 dəqiqədən sonra sürücü qayıdıb, maşınla çıxışa yaxınlaşaraq siqnal verib və yolu açmasını istəyib. Yenə onun kim olduğunu və kimin yanına gəldiyini soruşanda həmin şəxs əsəbləşərək təkrarən qonaq gəldiyini və ona eyni sualı niyə 2 dəfə verdiyini söyləyib. Ambulator narkoloji tibbi ekspertizasının rəyinə görə müayinə zamanı Əhməd Əhmədovda narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmayıb. Kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinə görə Əhməd Əhmədovda paranoid sindromla təzahür olunan kəskin psixi xəstəlik müəyyən edilib. Buna görə Əhmədov anlaqsız hesab edilib. 2024-cü il aprelin 24-də təkrar məhkəmə psixiatrik ekspertizası keçirilib. İlk dəfə olduğu kimi ekspertizanın rəyində göstərilib ki, yoxlanılan şəxsin əməli Cinayət Məcəlləsinin 21-ci anlaqsızlıq maddəsinin təsiri altına düşüb. Respublika Psixiatriya Xəstəxanasından alınmış arayışa əsasən Əhməd Əhmədov 2020-ci il iyulun 2-də ambulator müayinədə olub. 2023-cü il dekabrın 25-də xəstəxanaya stasionar müalicəyə qəbul olunub. Amma bir gündən sonra atasının ərizəsi əsasında xəstəxanadan evə buraxılıb. Məhkəmə nəticəyə gəlib ki, Əhməd Əhmədovun Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə, 120.2.7-ci 2 və ya daha çox şəxsi qəsdən öldürmə və 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. 2024-cü il oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə nəzərdə tutulan əməlləri anlaqsız vəziyyətdə törətdiyindən Əhməd Əhmədov Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad olunub. Onun barəsində psixiatriya xəstəxanasında tibbi xarakterli məcburi tədbirlər təyin edilib.